دعا کنید من مادرمو پیدا کنم. 36 سال ازش بیخبرم، معلوم نیست زنده است یا مرده است. بونی نه وقتی دی من وردم من isteyem خانم Zeynep'den okuyam. Hey, yani 36 ildinden öcezeysen tapanmaysan. Bir tane ağa var idi dediler senin neslinin var indiden sakalların ağarıp başın ağarıp. Neslinin var indiden mahasının ağarıp başın ağarıp. Kardeşin Hüseyin senden 2 il uşaqdı, başı qərə, yüzü qərə, saqqal qərə. Heç bir dənə ağ tüh yoxdur məhasinin də başında, amma sənin başında ağ tüh. Ey boğz elədi, elə bir dəfə dedi, görmüşəm mən ağır əl. Taqət edil almağını görmüşəm mən nənə yerdə ələyaq çal. Nənə məsil deyəndə əlim əlində. Herkes benim kimi nənəsi ölüb bağışlasın da, amma nənəsi qalanlar bəxtəvər başınıza. Ayaq nənə məsili deyəndə əlim əlindəydi. Sizi İmam Rıza helal sili tuttu nənəmi. Allah değdi başı divara. Ben dedim öldün hele, vay dele ayle. Aylele, aylele. Başıva dolanayım yaralı dele, yaralı dele. Yaralı dede. Şeb-i şehadet İmam Hasan cem olup zambura 5 dakika sana roz okuyayım. 5 dakikada üzerine roz acı diyeceksen deyin bakta. 2 tane uşak Beni Haşim'den Rüfega 2 tane uşaq tarixi Beni Haşim'də Pəncəsi üstə boylanıb baxıb Hacı Behzad deyim o Gəlbə qadir, gəlbə əsgər deyim o Andolsun anamın ruhuyla, atamın ruhuyla Andolsun bu İmam Rızıya bir dərsəd mən roza oxuyanda Fərhad nigaran olmaram Allah bəzini oxuyanda Allah görəsən tutacaq Həzrəti Zəhrayı mən nigaran olmaram Çünki oxuduğuma özüm ağlamışam Özüm yanmışam O da biliyəm sən də yanacaqsan O xanımlar, bacılar Səsimi eşidənlər Siz ağlayın Amma kişilərin səsi ucalsın Siz ucadan ağlamayın Çünki bir ağadan istəyəm oxuyam Elə istəydi ucadan ağlayam Əlin qoyaydı ağzına Əmir əl-Möminin bir dəfə gəldi yapışdı qolundan Niyə belə eləyəsən bana Bala görüyəm o ucunda bir şey tutubsan Əlində bir şey saxlayıbsan Arada görüyəm ona baxıysan Ağlaysan Məni görəndə onu gizlədiysən Nə mənə var əlində bana İndi mən deyəm sənə bax Ərz elədi baba Hər kəsin hədiyəsi var Əldə böyük çarəsi var Nənəmin məndə baba bir para quş var
Duruya məqa. Hacı Əzim buyuruyor, 3 yaşında uşaq sərətanı var. Sözdür da, səni ağlatmağa görə demiyor ha dadaş. Bir ləhzə Allah eləməsi təsəvvür elə öz evində olan. Öz başıva gələ, evində bir dənə uşağın soğuq dəyəndə dözənməysən dadaş. Tərəfin 3 yaşında uşağının sərətanı var. Allah eləməsin öz uşağında olsa belə baxarsan. Ağlaya yalvar da, nə olar? O da bir dədənənənin ürəyinin meyvəsidir. Baladır da. Mən rozəmi deyəm, elə buradan çıxam gedəm, bax mənə. İki dənə uşaq aram deyəmməysəm gedək. Boylanıbdı pəncəsi üstündə, əvvəl İmam Həsən ağadı. Dey nənəm başın salmışdı aşağı, çadrasını tutmuşdu yüzünə, o namərdin üzünə baxmıyor. Əslən nənəmin havası yox idi. İmam Həsən aburey, mən gördüm həramzadə əlin qalxızdı göyə. Hacı dey qəddim alçaq idi, hey boylandım o sili mənə dəyə. Da indi attım öz boynuvada, ağladın, ləçmə vurdun, səs verdin də özüm. Amma ikincisin desəm öləcəksən, bax. Qeyrətdilər baxsın mənə, hey boylandım Hacı Musa, o sili mənə dəyə. Qur'ana and olsun özüzdən xəbəriz yoxdur. Qur'ana and olsun özüzdən xəbəriz yoxdur. Nə cür ağlayırsınız, nə haldasınız. Hacı kaş məndə yanan yerdə gəlib özünüzə baxa biləsiniz, aləmiz var o. Ağa, ay nənələr, siz də mənim nənəm, mənim nənəm ölüb. Ay Hacı xanım, sən də mənim nənəm. Oğlan uşağının yanında babası nənəsinin başına qışqıranda oğlan uşağının qururuna dəyər. Hələ ağa xanım zəno şohərdilər da. Dədə evdə səsin ucaldanda nənənin başına oğlan uşağının təbinə dəyir. Bir tərəfdən atasıdır, atanın gedib yaxasından yapışa bilməz, ehtiramı vacibdir. Bir tərəfindən görək nənə sıxıldı. Oğlan uşağı əsabı xarab olar, evdən çıxar gedər. Yolda biri deyər, filanı dadaş xeyb, babam nənəmlə pis danışır. Mənim qururuma deyir. İmam Həsən aburi gözümün qabağında belə vurdu nənəm. Nənəm yıxıldı yerə. Çadrası toz torbağa bələndi. Gördülər İmam Həsən belə yalvar, ələ yağ çalma nənə, qeyrətim öldürdü məni. Can, ay nənə. Ay nənə, ay nənə, ay nənə. Bəh, halınıza qurban. Hacı, bir dənə söz deyəm Hacı Beyzan. İmam Həsəni qocaldan bu idi. Hacı bilərsə mənə baxır, rüfəqa, dostlarım, dadaşlarım. İmam Həsən, Hacı xanım, hey oyan bir yana baxıydı. Nənə, belə başladılarla dur ayağa. Nənə, əlan dostlarım, küçən uşaqlarım gələnlər deyərlər, Həsən, gözüm baxa nənə buydu. Belə yalvar idi, dur ayağa, dur gedək nənə, dur gedək nənə. İstadəm ben o çepenceye pa, amma hey, دستش از روی سرم رد شد. ارمادن